Bakı, Sumqayıt və Xırdalanda su və kanalizasiya sistemlərinin yenilənməsi layihəsi həyata keçirilir. Eyni zamanda Abşeron yarımadasının su sistemləri üzrə 20 miqyaslı proqram qəbul ediləcək. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər diqqətləri Dövlət Su Ehtiyatları Agentliyinin növbəti illərdə görəcəyi işlərə yönəldib. Dövlət başçısı Bakı və Abşeron üçün müjdəli xəbər də verib. Tezliklə Bakı, Sumqayıt, Xırdalan, ümumilikdə bütün Abşeron yarımadasının su kanalizasiya sistemləri üzrə 20 miqyaslı proqram qəbul ediləcək. Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorları, Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsən kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı suları üçün təmizləyici qurğuların tikilməsi, Müşüqavat hövzəsi üzrə gətirici kanalizasiya kollektoru, o cümlədən tullantı sular üçün su təmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün təmizləyici qurğunun, Zığ Hövsən kanalizasiya kollektorunun qurulması istiqamətində müntəzəm tikinti quruculuq işləri davam etdirilir. Qurum rəsmisi Ceyhun Musaoğlu hazırda görülən işlərdən də danışdı. Deyir, qarşıdakı illərdə paytaxtın həm su ehtiyatları çoxalacaq, həm də kanalizasiya sistemi formalaşdırılacaq. Hazırda Ceyranbatan, Abşeron, Balaxanı, Ramana, Zirə, Pirallahı magistral su kəmərinə və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi layihəsi icra olunur. O cümlədən Ramana, Şüvalan, Şağan, Bilgə, Goradil, Badamdar, Binə, Novxanı, Zabrat və bu istiqamətdə Buzovna qəsəbələrinin də bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni içməli su və tullantı su şəbəkəsinin qurulması istiqamətində tikinti quruculuq işləri aparılır. O da vurğulandı ki, Azərbaycanda içməli su istehsalı sahəsində ilk pilot layihə dəniz suyunun duzsuzlaşdırılmasına da start verilib. Vurğun Mədətov, Rüfət Əliyev, İTV Xəbər.